Bir çoxlar üçün maraqlı olan neft idi. Dünən biz nefti 103'lərdən satış əməliyyatları haqqında məlumat vermişdik, paylaşmışdıq. Dünən YouTube'da da var. Yəni biz qrafik üzərində paylaşırıq. Bugün alışlar qızılda 105.90'lardan gələcək. Satışlar isə erkən satışlar 104'lərdən gələcək. Bitcoin gəldikdə isə Bitcoin dünən həm alış həm satış əməliyyatları ilə yaddaşlarda qaldı. Bugün hansı nöqtələrdən alışlar olacaq, onu biz nəzərinizə çatdıraraq. Ümumi olaraq, yəni dünəndən yarım saat zamanında kiçik bir downtrend yaradı və alışlar 79.9'lərdən alışlar gələcək. Satışlar isə 79.300'lərdən gələcək. Euro dolar, funt dolar cütlüyündə gəldikdə isə alışlar euro dolar, funt dolar cütlüyündə 1.35-650'lərdən, satışlar isə 1.35-400'lərdən gələcək. Euro dolar rəqabətində isə alışlar 1.17-450'lərdən, satışlar isə 1.17-100'lərdən gələcək. Belə əzizlərim, cümləniz bir də mübarək olsun. İnşallah görüşmək üzrə mümkün qədər riskləri idarə edin və stop loss take profitləri mütləq təyin edin.